Azad Qaradərəli, Lal Hüseyn hekayə. Lal Hüseyn qızının çantasını açdı, içindən kitabları götürüb heyranlıqla gözdən keçirdi. Sonra öz dilində elədi. Bu əslində nə gözəl demək idi. Sonra barmağını dili ilə yaşlayıb bir vərəqi çevirdi və gördüyünə inanmadı. Ay bir adamı yerə yıxıb üstündə oturmuşdu. O biri də qaçıb dırmaşdığı ağacdan onlara baxırdı. Altında da nəsə yazılmışdı. O şəkilə baxa-baxa eləyib ağladı. 6 yaş olanda ayı meşədə qəfildən onun da qabağına çıxmışdı və nitqi ilə o batan batmışdı. 18 yaş olanda odun yığıb satdı, bir qoşallı aldı. Dağda, daşda nə qədər kəşlik ovladı, əlik vurdu, yoruldum demədi. Gecə-gündüz meşənin ən qalın yerinəcən getdi. Saatlarca həmin ayı ilə rastlaşdığı yerdə oturub gözlədi, amma o aya rast gəlmədi. İllər sonra bir dəfə qatıra odun yükləyib evə gəldiyi zaman yolda 2 ay balası gördü. Hələ çox balaca olan bu balalar bir-birinin belinə tullanır, zarafatlaşır, qəribə səslər çıxardırdılar. Hüseyn barmağını dişlədi. Bu ayının balalardır. Harda olsa gəlib çıxacaq onların yanına. Qatırın yükünü açıb yerə tökdü. Özünü də aparıb bir dalda yerdə hörüklədi ki, otlasın, ac qalmasın. Özü də iri bir palıdın çoğuşuna girib gizləndi. Elə təzəcə yerini rahatlamışdı ki, qolu yoğunluqda bir meşə talxasının düz burnunun qabağında dayanıb onun üstünə atılmağa hazır olduğunu gördü. Tərpənmək ölüm demək idi. Ona görə nəfəsini udub sakitcə ilana baxırdı. Bir rəssam əlindən çıxmış əsərə oxşayan üstü yamyaşıl, altı sarıya çalan, gözləri qara, ağzının yanları qırmızıya çalan elə bir qadın kimi qırmızı pamada çəkmişdi. Bu meşə talxası qarşısındakı adamın sakitcə dayandığını görüb fısıldaya ağaca dırmaşdı və birazdan gözdən itdi. Hüseyn dərindən nəfəs alıb ayı balaları tərəfə baxdı və gözü kəlləsinə çıxdı. Ana ayı bir cüt balasını arxasına keçirərək havanı imsiləyir, narahatlıqla onun çoğuşuna girdiyi palıda tərəf gəlirdi. Hüseyn başa düşdü ki, bu dəfə geciksə, təzə doğmuş ayı onu parçalaya bilər. Ona görə tüfənginin lüləsini ayıya tərəf uzadıb onu nişan aldı. Bu vaxt ayı ayaqları üstə qalxıb yerində durdu. Özünü balalarına sipər edib yalvarırmış kimi hərəkət edərək əllərini oynadaraq eyni ilə Lal Hüseynin özü kimi qəribə səslər çıxartmağa başladı. Hüseyn onu yaxşı başa düşürdü. O yalvararaq güllə atmamağı xahiş edir, balalarının qabağına keçirdi ki, işdi şayət güllə açılsa, balalarına yox, onun özünə dəysin. Hüseynin gözləri yaşardı. Neçə illərdən bəri axtardığı bu düşməninin belə yalvarması, özünü balalarına sipər etməsi onun yaralı qəlbinə toxunmuşdu. Ona görə ehtiyatla tüfəngin lüləsini geri çəkdi. Ayı məsələni başa düşüb əllərini yerə qoydu. Bircə anda balalarını qapıb qoltuğuna vurdu və meşənin dərinliyində gözdən itdi. Axşam qızını yanına çağırıb əl hərəkətləri ilə soruşdu: "Dərsini necə oxuyursan?" Qız atasını başdan eləmək üçün 2 əlini üst-üstə qoydu, yəni orta oxuyuram. Kişi hirslə sağ əlini yuxarıdan aşağı burdu, yəni niyə orta? Qız söz tapmadı, atasının indi gündəliyini istəyəcəyini fikirləşib, Hüseyn 9-a qədər rəqəmləri tanıyırdı, sonrasını qarışdırırdı. Günahı məktəblərinə təzə gələn müəllimin üstünə atmaq qərarına gəldi. Onsuz da 6 aydır məktəbə gəldiyi, bütün kənd ondan narazı idi. Güya uşaqlara çox çətin tapşırıqlar verirdi. Güya qəsdən belə edirdi ki, uşaqlar savadsız olsunlar. İş ondaydı ki, direktor da bu fikirdə idi, məktəbin köhnə müəllimi də. Ona görə qız şəhadət barmağını qaldırıb atasına tərəf tutdu, sonra barmaqları ilə saçını arxaya daradı və 2 əlini də qabağa uzadıb sükan tuturmuş kimi vəziyyət aldı. Yəni məktəbimizə bir cavan, saçı arxaya daranan motosikletli cavan müəllim gəlib, günah ondadır. Təzə müəllim həqiqətən motosikl sürürdü və saçını da arxaya darayırdı. Hüseyn elədi, yəni belədir. Hava şaxtalı olsa da gənc müəllim sinifin pəncərələrini taybatay açmış, qapını da örtməmişdi. Çünki sobaya qoyulan odunlar uzun idi və o səbəbdən sobanın qapısı bağlanmırdı. Bayırdan əsən sazağın da təsirindən sinifi tüstü bürümüşdü. Buna baxmayaraq müəllim tüstüdən göz yaşlarını silə-silə lövhədə misal yazır, həll edirdi. Özü də tez-tez qayıdıb sinifə sual verirdi. 10 uşaqdan yalnız 2-si əlini qaldırıb cavab verirdi.
Onun lövhədə yazdığı yazı doğrudan da çətin idi. Amma bu nə qədər çətin olsa da, kolxozun mühasibi müəllimin oğlu ilə Meşəbəyi Mirqafarın oğlu müəllimin suallarına cavab verə-verə yerlərində yazırdılar. Qalan o bir uşaqlar da lövhədə olanı lövhədən olmayanda əyilib bu iki uşaqdan köçürürdülər. Biraz sonra müəllim müsəllimin oğlunu lövhəyə çağırdı. O da lövhəyə çıxıb müəllimdən də sürətlə yazmağa başladı. Yazdığı şeylər hamısı X, Y, Z rəqəmlər və bu kimi şeylər idi. Uşaqlardan biri müəllimin jurnalı yazmasından istifadə edib yavaş səslə dedi: X, Y, Z. Bilmirsən, dur buradan get. Sinifə gülüşmə düşdü. Müəllim həmin şagirdi də lövhəyə çağırdı. Amma o müsəllimin oğlunun əlinə baxa-baxa qalmışdı. Biraz sonra Meşəbəyinin oğlu çıxdı lövhəyə. Onlar lövhəni iki yerə bölüb sürətlə yazmağa başladılar. Müəllim də barmaqları ilə tellərini geri daraya-daraya fəxrlə onlara baxırdı. Üstü biraz səngimişdi. Həm də sinif tamam soymuşdu. Buna görə də o qapını örtmək istəyəndə birdən qapının arxasında əli baltalı nəhəng bir adam gördü. Adamın gözlərinə zəhrimar yaxsa da müəllimə şəfqətlə, mehribançılıqla baxırdı. Müəllim onun burada deyəsən çoxdan dayandığını sezib dedi: Sizə nəsə lazımdır? Bu bizim tanıdığımız Lal Hüseyn idi. Bura gələndə baltanı götürmüşdü ki, təzə müəllimə biraz hədə qorxu gəlsin, qorxutsun ki, qızına yaxşı dərs keçsin. Amma görəndə ki, bu iki uşaq müəllimin dediyini elə göydəcə qapır, məsələni başa düşmüşdü. Qarşısında dayanan bu balaca boylu adama baxa-baxa biraz xəcalət keçirirdi, biraz da peşmançılıq hissi basırdı onu. Hələ başqa şey də vardı. O ayı gəlib durmuşdu gözünün qabağında. Adamın Allahı var, balaca Hüseynin nitqinin batmağına səbəb olsa da, o ayı insaflı ayı idi. Az qala qarnına girən uşağı əlinin dalı ilə vurub yıxsa da, daha ona toxunmamışdı. Eləcənə ağzını sağa sola tutat da nərə çəkmiş, bağırıb çıxıb getmişdi. İndi vəziyyət tərsinə idi. Lal Hüseyn ayı boydaydı. Qabağında dayanan müəllim də elə bil balaca uşaq idi. Amma bu uşaq o uşaqdan deyildi. Biraz özünü itirən kimi olsa da kəsib çirimirdi. Bağışlayın, sizin mənə sözünüz var. Lal Hüseyn iri əl barmaqlarını yumurlayıb iki döşünə qoydu. Sonra sağ əlini başına şal örtürmüş kimi doladı və əli ilə aşağıdan yuxarı təxminən 1 metrdən biraz məsafəni göstərdi. Müsəllimin oğlu lövhədən bu olub bitənləri görürdü və əslində qonşuları Lal Hüseynin də lal dili danışığından başı çıxırdı deyin, onun dediklərini müəllimə tərcümə etdi. Müəllim, bu kişi laldır, bizim sinifdə oxuyan Gülan atasıdır. Deyir ki, bu sinifdə mənim qızım oxuyur. Bu vaxt Lal Hüseyn içəri girdi, başı az qala sinifin tavanına dəyəcəkdi. Əlini uzadıb lövhədə təbaşirlə yazan uşaqlara işarə elədi, baş barmağını diş tutub hə elədi, yəni əhsən. Sonra qızı Gülana tərəf baxıb başını buladı. Müəllimi göstərib yenə hə elədi. Daha sonra əlindəki baltanı qızına tərəf uzadıb, sual verirmiş kimi bir hərəkət elədi. Bu da deyəsə belə demək idi: Məni müəllimin üstünə əli baltalı göndərmirsən, utanmırsan? Və yenə sol əlinin ortadan aşağı 3 barmağını qatladı, baş barmağını da onların üstünə qoyub şəhadət barmağını müəllimə uzatdı, sağ əlinin baş barmağını dik qaldırıb of elədi. Yəni, bu müəllim yaxşı müəllimdir, sən məni aldatmısan. Sonra bir göz qırpımında sobanın içindəki uzun küsövləri yanmayan başından tutub bayıra daşıdı. Yenə bir göz qırpımında onları doğrayıb gətirdi sobaya, yığıb püfləyib yandırdı. Tüstüsü sinifə göz gəzdirib gülümsündü. Üzünü müəllimə tutub elədi, Gülanı göstərib ağlamsındı. Müəllimə daha tərcüməçi lazım olmadı. O da yaşarmış gözlərini silib dedi: Gülan, atana deyir ki, sabahdan sizə keçdiklərimi qayıdıb təkrar keçəcəyəm. Sizə bu tənlikləri hökmən öyrədəcəyəm. Amma Gülan, sən də atana görə gərək yaxşı oxuyasan. Səni gör nə yaxşı atan var. Başını aşağı salmış Gülan ayağa durub müəllimin dediklərini atasına əl-qol hərəkətləri ilə başa salmaq istədi. Amma buna gərək qalmadı. Lal Hüseyn getmişdi. Müəllim məktəbin həyət qapısından çıxan kişinin aşağı əyilərək üzünü tutduğunu gördü. O da halda yerdə oturub hönkürürdü.